Dünyada Azadlıq 2017 adlı hesabatını açıqlayan Freedom House Beynəlxalq Hüquq Müdafiə Təşkilatı 2016-cı ildə demokratik ölkələrdə populistlərin və millətçilərin xeyli irəlilədiyini, avtoritar rejimlərdə isə abırsızcasına aqressivləşdiyini vurğulayır. Təşkilat 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlığını qiymətləndirib. Onların 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub. Azərbaycan bu dəfə də azad olmayanların həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır. Azərbaycan rəsmiləri hesabat barədə münasibət bildirməyiblər. Prezident İlham Əliyev isə ötən il noyabrında Freedom House-u qərəzdə ermənipərəst mövqe sərgiləməkdə suslamışdı. Bakı İstintaq Tərsinxanasında saxlanılan jurnalist Fişer Fərəməzoğlu'nun səhhətində problem yaranıb. Bu barədə onun həyat yoldaşı Faiqə İbişbəyli məlumat verib. O bildirib ki, Bandateldə saxlanıldığı zaman həyat yoldaşını çox pis döyüblər. Nəticədə aldığı xəsarətlərdən əziyyət çəkir. Meydan TV məsələyə münasibət öyrənmək üçün penitensiar xidmətlə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, penitensiar xidmət həbs olunmamış məhkumların müalicəsi və müraciəti ilə məşğul olmur. Bakı İstintaq Tərsinxanası ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Bugün saat 13:00-da həbsdə olan Real sədri İlqar Məmmədovun müavini Azər Qasımlı yenidən Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bir saatdan artıq dindirilən Qasımlıya bu dəfə də İran səfirliyinin rəsmiləri ilə görüş barədə suallar verilib. Bu dəfəki dindirilmədə onun vəkili Elçin Sadıqov iştirak etməyib. Vəkilin dindirilmədə olmasına icazə verilməyib. Azər Qasımlı bunu ona təzyiq kimi qiymətləndirib.